Keçən dəfə biz dedik ki, bir ədəd olanda qələmun, 2 ədəd olanda əni artırırıq, əlif və nun artırırıq da qələməni. Bir nəfər sual verdi ki, bəs cəm olanda necə olur? Çoxlu olanda. Yəni Azərbaycan dilində 2 forma var. Tək hal, bir də cəm hal, düz deyil. Amma ərəb dilində 3 forma var. Tək hal, məsələn qələmun. Sonra ikilik hal, qələməni, 2 qələm. Bir də var cəm halı, qələmlər. İndi baxaq, biz keçən dəfə ikilikdən danışdıq. Dedik ki, tək halında olan sözü ikilik halında etmək üçün sadəcə axırına əlif və nun artırırıq və sonda da i ilə bitir. Qələmə, ni, yaxından göstərim. Sonra mədrəsətun, mədrəsə. Mədrəsətəni, 2 məktəb. Dayı, indi cəm halına baxaq. Muallimun, öyrətmən, müəllim deməkdir. Cəm halına salmaqdan ötürü 2 forma var. Ya deməli, cəm halı necə olacaq? Müəllim, müəllim deməkdir. Müəllimlər deməliyik. Burada 2 forma var. İkisi də rahatdır. Biri kişi müəllimlər, kişi cinsi, bir də var qadın cinsi. Kişi cinsi eləməkdən ötürü sadəcə vav və nun artırırıq. Fikir verin. Müəllim, müəllimunə. Muslim, muslimunə. Sonra bu nədir? Mucrim, mucrimunə. Xalid, xalidunə. Yəni vav və nun artırırıq. İkilik olanda, məsələn 2 qələm deyəndə biz deyirdik ki, qələməni, əlif və nun artırırdıq. Amma cəm olanda vav və nun artırırıq. Məsələn müəllim, müəllimunə. Muslim, muslimunə. Tayyib. Təbii ki, başqa formalar da var cəmin. Bu barədə inşallah sonra danışacağıq. Və fikir verməliyik ki, ikilikdə axırı i ilə bitirdisə, qələməni, mədrəsətəni. Cəm halında axırı ə ilə bitir, fəthə ilə. Muslimunə, mucrimunə. Burada fikir versəz, səhv mi tutduq? Müəllim, burada muallimunə olmalıdır. Burada mutəllimunə olub. Aynı yerinə tə yazılıb. Bu da görünür çap səhvidir. Muslimun, muslimunə. Axırı ə ilə bitir. İkilikdə əlif və nun artırırıq. Cəmdə isə vav və nun artırırıq. Bu kişi cinsində cəmidir. Qadın cinsinin cəmi bundan da rahatdır. Muallimətun, müəllimə. Muallimətun. Əlif və tə artırırıq burada. Əlif və nun yox, əlif və tə. Muallimətun, muallimətun. Növbətli misala baxaq. Növbətli misal, məsələn, muslimetun, 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 əlif və tə artırdıq. Mucrimetun, mucrimetun və bu formada deməli cəm halı düzəlir. Digər formalar da var, lakin giriş olaraq rahatdan başlamaq lazımdır. Yenidən təkrarlayıram. İkilik olanda əlif və nun artırırıq. Qələməni, raculəni. Cəm olanda kişi cinsində vav və nun artırırıq. Məsələn, müəllim, müəllimunə, muslim, muslimunə. Qadın cinsində isə çox rahatdır. Müəllimətun, müəllimətun, əlif və tə artırırıq. Vəlhamdülillah.